Tbilisinin dairəvi yolunda Tegeta Motors'un yeni regional hub'ının təqdimatı keçirilib. Təxminən 100 milyon lari dəyərində olan layihə Cənubi Qafqazda ilk multi-brend və çoxfunksiyalı məkandır. Yeni hub beynəlxalq yük daşıyıcılarına və tranzit yük axınlarına xidmət göstərəcək. Təqdimat mərasimində Gürcüstanın baş naziri İrakli Qobaxidze, hökumət üzvləri, biznes sektorunun nümayəndələri də və dəvət olunmuş qonaqlar iştirak ediblər. Hub'ın infrastrukturu və texnoloji imkanları barədə təqdimatı Tegeta Holdingin baş icraçı direktoru Ekaterina Kavtaradze edib. Baş nazir İrakli Qobaxidze layihənin əhəmiyyətindən danışaraq bildirib ki, bu cür iri miqyaslı təşəbbüslər Gürcüstanın tranzit funksiyasının inkişafına və ölkənin iqtisadi potensialının güclənməsinə mühüm töhfə verir. Bugün bu möhtəşəm kompleksdə olmaqdan məmnunam. Bildiyiniz kimi, ölkəmizin əsas prioritetlərindən biri tranzit funksiyasının inkişafıdır. Belə təsirli, iri miqyaslı və innovativ layihələr Gürcüstanın tranzit potensialının güclənməsinə mühüm töhfə verir. Bu, təxminən 100 milyon lari həcmində investisiya qoyulmuş çox böyük layihədir. Ölkəmizin iqtisadi potensialını əhəmiyyətli dərəcədə artırır. Tbilisinin dairəvi yolunda yaradılan bu unikal platforma öz standartlarına görə daxili bazarın çərçivələrini aşır. Bu, Cənubi Qafqazda xidmətlərin tam spektrini bir məkanda birləşdirən ilk multi-brend və çoxfunksiyalı mərkəzdir. Kompleks Türkiyə, Azərbaycan, Mərkəzi Asiya və Avropanı birləşdirən tranzit yük axınlarına xidmət göstərir. Şirkət beynəlxalq yük daşıyıcılara dünyanın aparıcı sənaye hublarında təqdim olunan səviyyədə yüksək keyfiyyətli xidmətlər təklif edir. Marneuridə Smart'ın yeni filialı açılıb. Şirkət regional inkişaf proqramı çərçivəsində Marneuridə 26 May küçəsində yerləşən Vissol yanacaq doldurma məntəqəsində yeni marketini istifadəyə verib. Cari ilin sonunadək Smart Tbilisi, Çxaltubo, Xobi və Mestiyada daha 6 yeni market açacaq. Bununla da şirkətin bütün Gürcüstan üzrə filiallarının sayı 60-a çatacaq. Vissol'un mobil tətbiqi vasitəsilə müştərilər xüsusi təkliflərdən yararlana, hər bir alış-veriş zamanı bonus xalları toplaya və əlavə üstünlüklər əldə edə bilərlər. Marneuridə 26 May küçəsində Smart 24 saat açıq olacaq. Burada bütün məhsullarımız mövcuddur. Buraya gələn istifadəçi bizim İtalyan Trucchillo kofesini dada biləcək. Həmçinin bizim eksklüziv idxal olunmuş məhsullarımızı əldə edə biləcək. Bunlar yalnız Smart'da satılır. Brend şefimiz Avtandil Çeçxladzenin firma hot-dogu da, sendviçi də satışdadır. Marnolda təzə mağazin açıbdır, yəni gəlib nəsə əldə edə bilərsiniz. Çox gözəl mağazin, yeni açılış eləyirlər bugünkü gün. Mən Smart'ın məhsullarından istifadə edirəm. Mağazanın daimi müştərisiyəm. Uzun zamandır Marneuridə Smart yox idi. Açılması lap yerinə düşdü. Smart öz meyvə şirələri və qidaları ilə digər mağazalardan fərqlənir. Arada gəlib buradan alış-veriş edəcəm.